Zikr. Mən zikr eləyirəm. Mənim elədiyim zikr, mən ona zikr demərəm. Mən ona deyərəm vird. Dilimin əzbəri olub da, Subhanallah, Subhanallah. Zikr nədir? Xatırlamaqdır. Əslində bu xatırlamaq nə üçündür? Allahı niyə xatırlayırıq? Ən azından hələ birinci mərhələsi ya, ibtidai mərhələsi odur ki, haramla üzbəüz çıxanda Allah yadva düşsün, onu eləməyəsən. Zikr onun üçündür, mənim üçün. Bir başqası daha ali məqamın sahibidir, o da zikr eləyir. Amma o, zaten günahla üzbəüz çıxanda heç eləmir o günahı, Allah yadına düşür. Bəs onun üçün nəyə lazım zikr? Zikr onun üçün lazımdır ki, o müəyyən məsələlər var ki, onlar düşsün onun yadına. Məsəl üçün, falan kəs, mən bildin ki, mən yox, kimsən? Məmməd. Hansı Məmməd? Məmməd. Bir neçə dəfə o adı başlayırsan təkrarlamağa, hə, o Məmməd, bax, bu məsələ var. O zikirlərdən də biri hələ odur ki, insan bəzən o qədər zikr eləməlidir ki, o məqama gəlib çatmalıdır ki, bu sual yerinə düşsün, ələm əhədleykum ya bəni Adəm, ən la tə'budu şeytan. Və sizin əhdi peymanımız var idi, ya Adəm övladları. Bu Hasan eləyib biz yine əhdi peyman. Eləmədiyi şey adamın boynuna qoyar. Demək eləyib, sadəcə olaraq bizim yadımıza, biz xatırlamırıq. Böyük kişilərin zikri hələ şeyləri xatırlamır. Qan-ı zalım mənimlə əhd peyman etdiyim, bəli. Nə gözəl.